Tək və bir olan Allahın adı ilə hər birinizi xoş gördük Cavid Abuzərli kanalında. Əziz dostlar, bu videonu müştərilərimiz üçün çəkirəm ki, indi hal-hazırda bir müştəri zəng elədi ki, hava ilə əlaqədar rayonda işıqlarımız söndü. Mən də generatoru xodladım, inqubatoru qoşmum və nəticədə vurub inqubatorun beynini yandırıb və digər fəsadlar ortaya çıxıb. Ona görə çəkirəm ki, bu bir dəfə olmayıb, bir neçə dəfə belə hallar olub. Deməli, əziz izləyicilər, bir dəfəlik yadınızda qalsın. İşıq söndü, birinci növbədə təlaş etməyin. Çünki bizim bu inkubatorlar qapısını açmamaq şərti ilə yayda 8 saat, qışda 3 saat temperatur saxlamaq qabiliyyətinə malikdir. Yox, əgər sizin işığınız 3 saatdan artıq, 8 saatdan artıq sönübdüsə, hava şəraiti ilə əlaqədar baxırsınız, hava soyuqdur, 3 saat keçib, işıqlar yanmır, o zaman diqqətlə qulaq asın. Birinci növbədə generatoru ayrı-ayrılıqda xodlayırsınız. Generator ən azı 5 dəqiqə işləməlidir. 5 dəqiqə işləməlidir ki, generator özünə gəlsin və lazım olan toku, yəni 220-ni verə bilsin. 5 dəqiqə işləyib özünə gəldikdən sonra inkubatoru generatora qoşa bilərsiniz. Bir çox müştərilər bilmədən birinci növbədə inkubatoru qoşur generatora və sonra generatoru xodlayır. Belə olan halda generator yerindən ribok götürəndə 300-380 volt verir. Bu da öz növbəsində birbaşa inkubatorun beynini və digər detalları sıradan çıxardır. Bax, dönə-dönə təkrarlayıram. Qəti qadağandır. İnkubatoru generatora qoşub, sonra generatoru xodlamaq. Qəti qadağandır. Belə olan halda inkubator yanma ehtimalı daha çoxdur. Qaydası belədir. Yenə deyirəm. Birinci növbədə generatoru xodlayırsınız. Ən azı bir 5 dəqiqə işləməlidir. Generator özünə gəlməlidir. Ondan sonra inkubatoru generatora qoşmalısınız. Belə əziz izləyicilər. Belə halları mən deyirəm ki,